Salamlar, vaxtınız xeyir olsun. Mən Gözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, hər hansı bir münasibət qurulan zaman və o ciddi münasibət pozulubsa, boşanma yaxud ayrılma mərhələsinə gəlib çatıbsa, insanın daha çox ailə üzvlərindənsə yalancı bəzi qohumlar var. Onlar narahat olurlar. Bu nə deməkdir? Şübhəsiz hər bir şəxsin demək olar %70-80% bir ehtimaldır. Qohum-əqrəbasında yalandan onun üçün narahat olan insanlar var. Bir də baxırsan ki, oğlanla qız boşanmaq ərəfəsinə gəlib çatıblar. İçləri yanır yox. Yəni həqiqətən bunlara ürəkləri yanırmı deyilsə, inanın ki, səhv düşünərsiniz, yanılarsınız. Bir də baxırsan ki, bunlara gələn qohumlar, əqrəbalar, ailə fərdləri qalıb bir yanda, bunlar necə bir-birlərinə əl qatıblar? Oğlanın xalası burada başını yonur, qızın dayısı arvadı orada lezvalayır, belə deyim sizə, özün. Ailəsi belə şok vəziyyətində qalıb ki, bir dayan, bu adamın ailəsi var, nəyə gəlib tökülüşmüsünüz? Hərə bir ağızdan danışır, güya məsləhət verirlər. Əksinə qıcıq yaradan bəzi orada kiçik meyarlar var. O deyir, bu deyir, o deyir, bu deyir, o deyir. Ağız deyəndə qulaq eşitmir. Və nəticədə müsbət şeylər qalır bir yanda, keçirilir o ki töhmətə. Və daxildən hansısa qohum-əqrabanın qarşıdakı insana kini, küdurəti, bir nifrət sayağı bir şey varsa, güya onu töhmət vermək adı ilə onu hörmətsiz eləyib, qoydum qabağıma səni danladım, səni hörmətsiz elədim, güya sənə ürək yanır. Elə deyil. Baxanda insanın üzündən oxuyursan ki, nəyə görə ortada bir danlanmaq var? Yəni, səni danlayıram səbəb filan hadisəyə görə, yoxsa bəlkə daha da artıq danlanılacaq meyarlar var. Və bu kimi qohum-əqraba gəlib tökülüşür evin içərisinə və ailə fərdləri bir başın qaşımağa vaxt tapmır və pürüstə gəlib məsləhət vermək adı ilə yığılışıb açanlar bura, yeyib içmək lazım deyə yox. Gətdilər yemək, içmək zat qaldı. Söhbət qaldı. Yalandan hərə bir ağızdan ayaq ol. Olmaz belə, ağzım. Özünüzə çəki düzən verin də. Güya ürəklər yanır. Sən bura yeyib içməyə mi gəlmişsən? Yalandan içində hər hansı bir kinli, küdurət və töhmət adı ilə atmaq bəhanəsi ilə gəlmişsən, yoxsa həqiqətən ürəyin yanır. Bu kimi hallar çox rastlaşılır və hətta çox vaxt insanlar bunların əlindən güzar edilər. Nəyə görə? Çünki yeni evlənən insanlardır. Buna dərdi sənin uzaqbaş edib ailəsinə deyərlər. Ailəsi həll etsə edəcək, ailəsi həll edə bilməsə, bu qədər adam tökülüşüb nəyə gəlmişsiniz? Adətən rayon yerlərində olur. Düz indi şəhər yerlərində rayon yerləri nisbətən qismən azdır. Çünki rayon yerlərində bir-birlərinin ailələri bir-birlərinə yaxın olur. Yəni tez söhbətin üstünə düşüblər. Güya hər kəs kiçikdir burada. Bir böyük gəlsə söhbət həll olacaq. Burada nə var? Adam ölüb, qan düşüb. Bir problem var, danışılacaq. Aralarında uzaqbaş ailəsi müdaxilə edər. Oturub bir atasının anası danışar və s. Yoxsa çox adamın gəlməyin nə mənası var? Bu kimi şeylər daima münasibəti kənarlaşdırır. Əslində həlli yol deyil. Daha da ciddi münasibətdən soyuqluğa doğru uzaqlaşdırır. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yaza bilərsiniz, yaxud hər hansı bir fikirlərinizi bölüşə bilərsiniz.